Bir gün bir gənc əsəbləşər, evdən çıxar. Gənc biraz gedər və boş bir istiqamət görər. Yaxınlaşar, əyləşər. Bir neçə dəqiqə keçər və həmin istiqamətin qarşısından bir dünya gözəli qızın keçdiyini görər. Rəbbim deyər, bu gözəlliyi sən mi yaratdın? Şükürlər olsun sənə deyər və o gözlərini gözəl qıza zilləyər. Amma qız çevrilib ona baxmaz, gənc susar və gözlərini yumub onu xəyal edər. Saatlar keçər, gecə düşər, gənc evə geri dönər. Amma nə edərsə də o qız gözlərinin önündən çəkilməz. Yatar, hətta yuxusunda belə onu görər. Sabah açılar, gənc oyanar. İş formasını geyinər və yola düzələr. İş belə onun üçün maraqsız gələr. İcazə alar və yenə dünən əyləşdiyi skamyanın yanına gələr. Oturar, saatlarca gözləyər. Amma o dünya gözəli, o aşiq olduğu yar oradan keçməz. Məyus halda oradan uzaqlaşar. Sabahsı gün yenə gələr, yenə görməz, yenə gedər. Amma gənc oraya gəlməkdən bezməz. Gənc əllərini göyləyə açar və Rəbbim, o sevdiyimi, o yarımı mənə bir daha göstər. Artıq onsuz həyat mənə mənasız gəlir, deyə yalvarar. Rəbbim onu eşidər. Səhərsiz gün gənc ora gedər və yenə gözləyər. Metrlərcə irəlilərdən o gözəl gözlü, aşiq olduğu mələyin gəldiyini görər. Gənc çox sevinər və ayağa qalxar. Çünki artıq gənc onu itirmək istəmir. Onun üçün də bu dəfə yaxınlaşıb ona hər şeyi deyəcəkdir. Ona aşiq olduğunu, dəli kimi sevdiyini. Amma dünya gözəli onun yanından keçər, yenə gəncə fikir verməz. Bilirsiniz nədən? Çünki gənc çox kasıb birisi idi. İşlədiyi pulu yalnız evdəki xəstə bacısının dərmanlarına xərcləyərdi. Günlərcə ac qalardı, amma bacısını dərmansız qoymazdı. Çünki bacısı onun ailəsindən ona tək yadigar idi. Amma çox xəstə idi. Gənc dünya gözəlinin getdiyini görər və gözlərindən eşq damlaları axar, yanağında quruyar. Gözlərini əlləri ilə silər və dünya gözəlinin arxasıca qaçar. Ona səslənər. Eşqimin solmayan çiçəyi, olarmı bir dəqiqəlik sizi? Dünya gözəli çevirlər, qəribə bir baxışla mənə mi söyləniz deyə gəncə sual verir. Bəli sizə. Bu zaman onların yanında bir bahalı avtomobil dayanar və içərisindən bir oğlan dünya gözəlinə əyləş deyə səslənər. Dünya gözəli gəncə, sevgilim gəldi, deyəcəyini sonra deyərsən, deyər və avtomobilə əyləşər. Bu zaman gəncin vəziyyəti çox pisləşər. Artıq o hər şeyini itirmişdir. Bərk-bərk istən ağlamağa başlayar. Bu qədər sevdim də sevgim nədən qarşılıqsız oldu? Rəbbim nə üçün? Ən çox sevdiklərimizi bizdən alırsan deyə uca səslə hönkürər. Sonra isə evə gedər, bacısını bərk-bərk qucaqlayar. Bacı deyər, mənim üçün dua edərsənmi? Bacısı gəncə, mən sənin üçün hər gün dua edirəm.
Gənc bacısını yanaqlarından öpər və yatar. Amma səhər onlara yaxın qonşular gəncin bacısının qışqırıq səsinə oyanar. Artıq gec idi. Çünki gənc gecə saatlarında dünya gözəlinin əyləşdiyi maşının sahibinin ona hədiyyə etdiyi bıçaqla damarlarını kəsmişdi. Bilirsiniz, o bıçağı verən insan bir vaxtlar gəncin çox yaxın bir dostu idi. Amma gənc valideynlərini itirdikdən sonra dostu da ondan tamamilə uzaqlaşmışdı. Sonralar bacısı evləndi, şəfasını tapdı. Artıq onun bir körpəsi də var. Vəfat edən qardaşının adını o körpəyə qoymuşdu. Gəncin ölümündən 2 gün sonra isə həmin dünya gözəli də intihar etmişdi. Çünki sevgilisinin ondan sadəcə istifadə etdiyini anlamışdı. Əziz sevimli dostlar, mən də bir zamanlar aşk acısı çəkdim. Onun üçün bu kimi hekayələri yazmaqdan məqsədim sizi sevimlərə qovuşturmaqdır. Sizi sevənlərinizə dəyər verməkdir. Çalışın, hər zaman sizi sevənlərin yanında olun. Qızlar, vara, dövlətə aldanmayın. Hörmətlə Orxan Zərdalı.